ay qız nə? Yağ vurur, məni öldürür. Belə yağ qıyıb. Belə ləzzətli qızarmış iyi də gəlin məni vurur, öldürür. Dedim, ay ma, nə düşürmüsünüz? Dedi, gəl içəri. Gəldim, keçdim, gördüm, atam oturub, təndir çörəyi qabağında, ada kişi batırır, dodaqlar da yekədə axı, batırır, yeyir. Deyirəm, az bu kişi niyə belə yeyir? Deyirəm, apapa, nədir o? Deyir, qoğurma. Dedim, hə? Dedim, ayma, nə qoğurmasıdır? Dedi ki, ciyər qoğurması mənə. Dedim, mama, mənə də qoy da, mən də istəyirəm. Dedi, hə, yaxşı. Neyse, getirdi, qoydu qabağıma. Az xırda belə ciyərlər idi də. İndi mən elə bilirəm. Neyse, papa baxır mənə gülür. Mən ilk dəfə onu bilmişəm, ondan qabaq xəbərim olmayıb mənim o ağətdən. Deyəm, batırıram yağa, yeyirəm, baxıtıram tavaya, yeyirəm. O yeyi, 34'də özümə ləzzət elədi ya. Üstündən də kola, tuzlu xiyarcat. Neyse, yedim, yiyib qutarandan sonra papa gülür. Deyirəm, ay panış gülürsən. Deyir, işte gülürəm də. Deyirəm, nə yemişəm mən ki, sən mənə belə gülürsən? Deyir, xəbərim var, nə yemişsən? Dedim, yox. Allah. Kişi nədirsə yaxşıdır. Nə yemişdim mən orada? Sən dinə, mənə eyibdir onu demək. Deyəsən daşaq qurması yedim. Hə.